Balakən rayonunda həyətyanı ev satışa çıxarılır. Gördüyümüz bu ev Talılar Bezağar kəsişməsində yerləşir. Yəni Talılar qarajından da girməyə olur. Sola, yəni Bezağar tərəfindən də yolu var. 15 sot həyətyanı torpağı var. Gördüyümüz ön tərəf həyətyanı torpaqdır. Yəni 2 nəfər də alıb əldə edə bilər. Girəcəyin sağ tərəfində çardaqlı mal damıdır. Tam yolun kənarıdır. Gördüyümüz kimi ev köhnə evdir. Yəni arxa otağı təmir edib yaşamaq olar. 2 otağı var. Gördüyünüz kimi açıq balkonudur. 15 sotdan əlavə bu hissədə 41 sot pay torpağıdır. Yəni opşilikdə yarım hektardan çox torpaq sahəsi var. İri bar verən cürbəcür meyvə ağaçları da mövcuddur. Arxa hissədə fındıq bağıdır, 25 tomadır. Evin qazı, işığı, suyu işləkaldadır. 15 sotu həyətyanıdır, yəni kubçalıdır. 41 sotu pay torpağıdır, yəni onun da kubçası var. Hər ikisi kubçalıdır. Hər ikisini notarial qaydada alqı-satqı edərək 56 sot torpağı və köhnə evi əldə edə bilərsiniz. Qiyməti videonun altında qeyd olunacaqdır.